musiqi, təbiət, bütün bunların hər biri insanı var edən, insanı hər zaman ruhlandıran ən dəyərli neymətdir. Sözün, musiqinin vəhdətində, təbiətin qoynunda hər birinizi salamlayırıq. Xəzərin sahilindəyik, Xəzərin sahilindən hər birinizə qucaq dolusu sevgilərimizi göndəririk. Əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Bugün Xəzərin sahilinə elə bir adamı dəvət eləmişik ki, bu insan uzun illərdir artıq, hətta deyərdik ki, nəslindən, şəcərəsindən süzülüb gələn o dəyərli neyməti, o istedadı, o bütün varlığı ilə bizə bəxş etdiyi o neyməti ki, biz onun bizə bəxş etdiyi neymətlə ruhumuzu hər zaman cilalayırıq, ruhumuzu qidalandırırıq, hər zaman bizə bir bayatı ağuşunda dincəlməyə sövq verən adamdır. Xalq artisti, bəstəkar və çox dəyərli bir nəslin davamçısı və uzun illərdir. Eldar bəy, bu sözü nə qədər desək belə azdır. Sanki tarixə meydan oxuyan, bugün Eldar müəllimdən görüşürəm, deyirəm, Eldar müəllim, maşallah, heç dəyişməmişsiniz. Bugün Eldar Mansurov bizim Xəzərin sahilində qonaqdır. Deməzdim qonaqdır. Eldar Mansurov Xəzər üçün dostdur, qardaşdır, Xəzərlə bərabər böyüyən bir insandır və Eldar Mansurov ruhumuzun bugün qonaq olacaq və öz həyat fəlsəfəsi ilə illərdir onun doğru bildiyi və yaxud da ki, əksinə bütün bunların hər birini bax bu dəqiqələrdə istəyirik ki, Eldar müəllim bərabər sizlə dodaq tərpəşdirək. Necə baxırsınız? Buyurun. Xoş gəlmişsiniz. Salam əleyküm. Xəzərin sahilindəyik və Eldar müəllim İçəri şəhərdə doğulub boya başa çatıb. Hələ İçəri şəhərdə də Xəzərin sahilindədir. İçəri şəhərdə Xəzərin sahilindədir. Elə bayaq biz verişdən öncə Xəzərə baxaraq bir xeyli söhbət elədik. Xəzər yavaş-yavaş öz sahilini genişləndirir. Buna təəssüf hissi ilə deyirik, çəkilir. Amma sizin dövrünüzdə Xəzərin ləpələri tam da şəhərin sahilinə vururdu. Qədim şəkillərə baxanda, hətta Qız Qalası da qədim şəkillərə görə dənizin içində olub vaxtı ikən. Sonra get-gedə çəkilib su. Mənim açıq yadıma gəlir, mənim gənclik vaxtlarım, tələbəlik vaxtlarım, onda belə deyildi. Yəni ki, dənizin suyu vardı. Çox hayıfslar olsun ki, əfsuslar olsun ki, yavaş-yavaş su çəkilir, amma hara çəkilir, hara gedir, məlum deyil. Mənə gəlir, nə vaxt gedib, bugün gedirsə, nə vaxtsa qayıdıb gələr gəldə. Eldar müəllim, son zamanlar bu təbiətdə baş verən qlobal istiləşmə, təbiətdə baş verən bu dəyişikliklər, bunlar insanın da əhval-ruhiyyəsinə təsir edir. İndi kimlərisə danışdıranda hər zaman eyni sözü eşitmiş oluruq ki, biraz yorğunam, nəyəsə həvəsim yoxdur və s. Sanki bütün bunlar o təbiətin həmahəngliyində insana sirayət edən amillərdən biridir. Necə baxırsınız ümumiyyətlə bu dəyişikliklərə? Mən açıq deyim sizə ki, çox xoşlamıram məsələn müqayisə eləməyə, amma ki, məcburam müqayisəyə gedim. Çünki müqayisə ilə danışanda bəzi indi gənclər oturub baxırlar, deyirlər ki, gələ başladı köynədən danışmağa. Mən məsələn baxıram, Bakıda ilk dəfə kondisioner 80-ci illərin əvvəllərində gəldi və kondisioner olandan sonra o vaxtdan öyrəşmişik kondisioner işlətməyə, yəni ki, onun havasında sərinləşməyə. Və fikirləşirəm hərdən ki, biz kondisioner olmamışdan biz necə yaşayırdıq. Sadəcə onlara bir ventilatorun, deyərdim ki, o metaforlanırdı, bizə bir sərinləşdirici verirdi havanı. Get-gedə havalar hamısı dəyişiblər. Yəni, keçmişdə iqlim biraz başqa idi. Get-gedə insanlar yeni texnologiyalar, zavodlar, yerdən nefti götürürlər, digər yerin altında olan neymətlər hamısını götürüb, hamısı işlədirlər, hamısı havaya gedir. Nə bir mənim eşitdiyimə görə, yəni o vaxtlarda, Sovet vaxtında eşidirdim o söhbətləri ki, azonda bir balaca orada yırtıqlar əmələ gəlib və ona görə yerin iqlimi də dəyişir. Bahar suların gedməyidir, hər yer istiləşir. Keçmişdə məsələn biz xoşlayardıq qışda çıxmağa şəhərə və yaxud yayda gezməyi, məsələn şəhərdə gezəsən.
o qədər də yay yandırmırdı bizi. O qədər də qış deyim ki, bizi soğutmurdu. Mən baxaram get-gedə qışa oxşamır. Hələ bax bu iki qışı götürəyik. Və nə də yaya oxşamır. Yay olur cəhənnəm istisi, adam evdən bayıra çıxa bilmir. Və qışda da ki, deyim, soyuqdan çox sürüşkən olur hər şey. Yəni ki, buz əmələ gəlir və o buzdaşma getdiyinə görə adam evdən çıxmaq istəmir. Ən yaxşısı azdan çoxdan payızdır və bir balaca da yazdır. Belə. Amma fikir vermişsiniz, biz payızla yazı da çox az görürük. Son illər may ayından birbaşa yay başlayır. Elə aprel soyuqlarından dərhal biz iyun-iyul aylarının istisini yaşayırıq və sentyabr deməyək, haradasa oktyabr deyə bilərikmi və yox, elə sentyabrdan da dərhal... Yox, sentyabr yayın davamı gedir, adətən oktyabr ayında. Və biz yaz payızı yaşaya bilmirik. Və bu, fikir verirsiniz, hər ölkənin özünə xarakterik insanlar olur. Bu, havadan asılıdır. Məsələn, soyuq ölkənin insanları emosional olmurlar. İsti ölkənin insanları daha qaynar, daha emosional olurlar. Və bizdə də bu 4 fəslin hər birini yaşaya bilməyimiz, 11 iqlimdən 9-unun bizdə olması insanlarda həm yaradıcı olmağa sövq edən bir səbəb verir, həm də ki, bizim insanlarımız çox koloritli insanlar olur. Amma indi bu fəsil dəyişikliyində qəfildən istidən soyuğa, soyuqdan istiyə keçmək insanlara da təsir eləyirmi sizcə? Belə deyək, sualı belə konkretləşdirim ki, köhnə kişilər və indiki insanlar. Köhnə adamlar bir balaca xoşlayırlar sakitliyi. Sakitliyi əsasən nədən gəlir? Qışda evdən bayıra çıxmağa xoşlamırlar, yayda və eləcə də yayda. Çünki yay istidir, qış soyuqdur. Soyuqdan başqa, bu soyuq öz yerində. Bakı, bilirsiniz də, küləklər şəhəridir. Məsələn, soyuq niyə görə olur? Məsələn, Moskvada görsən və yaxud haradasa, mən olmuşam Rusiyanın çox yerlərində o vaxtı. Yəni ki, çıxırdıq orada şəhərə, görsən ki, 20 qradus məsələn şaxta idi. Amma hiss eləmirdin onu. Çünki külək yox idi. Külək sənin, o soyuğu sənin bədənivə, canıva salmırdı. Burada amma görsən ki, 1 dərəcədir və yaxud 0 dərəcədir. Külək elə ki, bəkdən vurur adamı üzünə, o şapalağa, adam başlayır əsməyə. Və yaxud yay da elə. Bu fəsillərin deyərdim ki, bir dənə gənclər üçün, uşaqlar üçün deyərdim çox yaxşı bir belə baxanda halı var. Deyə görə, çünki uşaqlar xoşlayırlar açıq havada olmağı. Onlara daxil yoxdur. Məsələn, oynayırlarsa, günün altında da oynayırlar, soyuqda da qaçırlar, orada oynayırlar. Yəni, onlar üçün yaxşıdır. Amma biraz mənim yaşıtlarım üçün biraz çətindir bunu qəbul eləmək biraz. O belə. Eldar Mansurov uşaqlığına dönsə, Eldar Mansurov, balaca Eldar Mansurova, bax, bugün Xəzərin sahilində hansı hesabatı verərdi? Yəni, bugün 70'i keçmiş, bir balaca keçmiş deyək. 70'i keçmiş Eldar Mansurov, 7 yaşlı, çox da uzaq getməyək, 7 yaşlı Eldar Mansurovla diyalog qururmu? Yox, diyalog qura bilmərəm mən. Mən tez-tez evdə açıram albomun şəkillərini. Yəni ki, baxıram, hətta özüm ki, balaca bir şey eləmişəm orada şəkillərdən. Deməli, 1 yaşındakı şəkil, 10 yaşındakı şəkil, 20 yaşında, 10 illiklərlə gəlib çıxmışam bax, indiki 70 civarında olan yaşıma və baxmışam necə dəyişmişəm. Bəli. Yəni, bu, mənim özüm üçün maraqlıdır, digər adamlara maraqlıdır, yəni. Amma belə baxanda, uşaqlıq illəri ən xoşbaxt illərdir. Mən hərdən gəldirəm də, mən danışıram. Məsələn, azı göyçəklər var, bəzi gənclər var. Gələ başladı Köynədə. Şimdi mən Köynədə, mənim cavanlığım orada olub da. Nə danışım? Mənim ən yaxşı vaxtlarım, mənim cavanlıq vaxtlarım, gənclik vaxtlarım, tələbəlik vaxtlarım o vaxtda olub. Məndən soruşanda, nə tər olub, mən də o vaxtı danışıram da. Məsələn, bəziləri mən danışanda, məsələn, belə şeyləri, görürsən, başda, Eldar mənim Sovet vaxtı üçün darıxım. Sovet vaxtı söhbəti deyil, istəyir Sovet vaxtı, istəyir indiki vaxtı. Mənim yaşım, məsələn, müəyyən bir vaxtı olub da. Yəni ki, indikilər, məsələn, 20 yaşında uşaq mənə başa düşmür.
Mən məsələn belə baxanda mənim 20 yaşında olduğum vaxtın, o vaxtın söhbəti məsələn eləsəydim indiki 20 yaşda tutardı söhbətləri. Ona görə mən məsələn bu yaşında danışıram, 20 yaşında uşağına başa düşmür məni. Bilirsiniz Eldar müəllim, bayaq mən bir ifadə işlətdim, köhnə kişilər ifadəsi. Bu köhnə kişilər, yəni köhnə o dövrün, köhnə demək, adı ifadə olaraq köhnə kişilər adlanır, yəni amma ki, o başqa dövrün dövr. qayda qanunları, o dövrün tapuları, o dövrün olmazsa olmazları, o dövrün mənəvi qiymətləri, mənəvi düşüncələri, dəyərləri. Bax, o bütün onların hər birini köhnə kişilər ifadəsinin altında ifadə eləmək olur. Yəni, bax, o dövrün adamları və bu dövrün gəncləri. Yəni, dil tapmaq çətin olur, eləmi? Mən açığı hərdən çalışıram məsələn, kimlərəsə neysə məsələn də tövsiyə eləyim, nəsə danışım. Çox az adamlar görürəm, başa düşürlər. Çox az adamlar məsələn, qəbul edirlər bu şeyi ki, məsələn, doğrudan da məsələn, bu kişinin danışığında nəsə bir həqiqət var. Amma belə bir şey var da, nə qədər deyirsən deyə, özü barmağını o adam, o da vurmamış, yandırmamış barmağını özü hiss eləməyəcək, sənə dediklər bir. Mən məsələn, hərdən keçmişəm o yol. Deyirəm ki, bu yol belə olsa, yəni bu keçməyim buradan. O yandan keçsəz yaxşı olar. Belə baxırlar, təəccüblərlər ki, sən hardan bilirsin ki, bu şeyləri. Mən keçəcəyəm buradan. Mənim yağcığıma gedir. Get də. Gedir orada, ya yıxılır uzada uçuruma, ya görsə ki, barmağını yandırır, nəsə belə bir şeylər. Onu elə biraz bu adamların biraz çətin olur danışmaq. Eldar müəllim, bəs sizin özünüzün dərs aldığınız hansı məqam olub? Həyat dərsi aldığınız? Məqam deyəndə ki, mən onun iki cürə məqamı var da. Bir, evdə aldığım tərbiyədir, birinci dərs odur. Evdə sən görürsən valideynlərimin münasibətini, evə gəlib gedən adamlarla məsələn görürsən ki, valideynlərin sənə necə danışırlar, onlar sənə valideynlərin necə danışırlar. Sən də baxırsan, ətrafdakı o adamlara o cürə sən başlayırsan. Oradadır, sənin valideynlərin də oradadır. Bunların danışığını görən, məsələn də bu qonşunun danışığını, bunların münasibətini görən adamlar, yəni ki, digərləri də, kimdə ki, görməyiblər, eləməyiblər, onlar da görürlər, başlayırlar başqa cürə hörmətlə yanaşmağa. Yəni ki, insan özündən çox şey asılı, özünü necə Həm də ki, uşaq... Məsəl var, deyir ki, hay var, dağa çıxar, hay var, dağdan indirər. Yəni ona görə həmişə eşitdiyindən çox gördüyünü çağırır uşaq. Bir şey gərək deyəndə fikirləşsin, bir hərəkət olanda, yəni ki, mütləq gərək götürsün gözünün qabağına uşaqlar ki, mən sabahlar olmayacağım, amma bunlara məndən qalacaq mənim hərəkətlərim, mənim sözlərim. Yəni ki, əgər düzgün deyirsə, özünü hiss edirsə, bu düzgün deyir, gərək bu şeyləri uşaqlar üçün qoyub getməyəsən. Eldar müəllim, bizim hər birimizin də ailə ənənəmizdə böyükdən kiçiyə sevdiyimiz bir ritual var. Ritual deyək bunun adını, ya çay süfrəsinə əyləşmək. Və hər birimiz, istər qonşu dediyiniz kimi, istər qohum, istər əziz insan, onları hər zaman evimizə dəvət edəndə onlara birinci olaraq çay təklif edirik. Bax, bu çaydan içməyi sizə təklif edirik. Mən heç təklif olmamış, mən bir qurtum vurmuşam o çayda. Bütün, bax, dadında yəqin ki, fərq hiss edirsiniz. Çay qəşəng çaydır. Mən ümumiyyətlə çayı xoşlayanam. Bu bulvarda, bunun üzəri dəniz kənarında
Yəni mənim gəncliyim, məktəbdə oxuduğum vaxtlardan çoxlu çayxanalar var. Biz elə bir dərsdən çıxardıq, ya görsən qaçanda dərsdən gələrdik çayçıya və yaxud çıxırdıq dərsdən sonra yoldaşlarla, sinif yoldaşları ilə, digər sinifin uşaqları ilə gəlirdik bu çayxanalarda otururduq. Ən çox gəlirdik bu Kukla Teatrının yanında Lalə adında çayxana vardı. Bizim bir dostumuz vardı. Onun atasının da o çayxana, o işlədirdi oranı. Hər zaman oraya gelirdik. Orada əvvəla həm çaya baxırdıq. Çox yaxşı çay verirdilər orada da. Ondan başqa deyərdim ki, çayın yanında baxıram ki, çox sadə, xoşuma gəldi. Bir kəndli limondur, bir də çaydır. Mən uşaqlıqdan öyrəşmişəm bunlara. Amma sonra elə bir zaman gəldi ki, gəlirdim çayçıya, görürəm bu boyda padnosla gəldir qabağıma çayçı. Qoz, fındıq, şəkər bura, var nələr bir 10 cürə yığıb töküb hamısını. Demə bala, mənə çay verdin, bir dənə qənd, bir dənə də limon sal içində və salam başqa işlər. Özü də Eldar müəllim, o vaxtı Seylon çayları adla idi. Hər zaman Seylon çaylarına xüsusi önəm verirdilər. Bax, sizin içdiyiniz bu çay Azərbaycan brendidir. Seylon çayıdır, Hacı Seylon çayı. Və bizim bu verilişimizin sponsorudur. Və biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Sizə çaydan içməyi tövsiyə edirik. Qısa bir aramız var və ailə ənənəsindən danışdınız. Bugün biz sizin atanız Bəhram müəllim Mansurovu xatırlayacağıq. Sonra çox maraqlı söhbətimiz olacaq. Əziz tamaşaçılarımız, qısa aradan sonra buradayıq. Siz də Hacı Seylon çaylarından alın, dəmləyin və hər zaman bizimlə olun. Musiqi müəyyən qapılar bağlı olur. O qapıları açmaq lazımdır. Baltanı götürüb gedib sındırmaq yox. Gəl dedim, biliyinlə, savadınla. Eldar Mansurov nə ilə barışmır? Mənim övladım var, mənim nəvələrim var. Mən nəvələrimə nə qoyum gedim? Reklamlarımız bitdi, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin sahilindən hər birinizi bir daha salamlayıram və bugün Xəzərin sahilində çox sevilən bir insan. Məsuliyyətlə bunu deyə bilərik, hə Eldar müəllim? Çox sevilən bir insan, dünyaca məşhur olan bir insan. Gəlin özümüzə sağlığımızda qiymət verək və bir sıra mahnılar müəllifi, bir sıra ürəyimizi fəth edən, ruhumuzu qidalandıran o gözəl sənət əsərlərinin müəllifi, xalq artisti, bəstəkar Eldar Mansurov bizimlədir. Eldar müəllim, 3000-dən çox mahnı bəstələmişsiniz. Mahnı instrumental musiqidir. Yəni ki, bu əsərlər burada bütün janrlar öz əksini tapır. Və biz reklamlardan öncə sizin atanızın adını mən xatırladım. Bəhram Mansurov. Yəni, Bəhram Mansurov ənənəsini davam eləmək, onun həqiqətən layiqli yolunu davam eləmək böyük məsuliyyət tələb edirdi. Amma həm də bu bir istedaddır. Yəni, o qədər məşhur insanların övladları onun yolunu davam etdirə bilməyib ki. Amma siz bilavasitə onun yolunu onun qədər davam etdirə bilmişsiniz. Bəzən biz məşhurlardan soruşanda deyirlər ki, mənə qədər gəlib çatacaqsa mənim sənətimdə olsun. Yox, əgər çatmayacaqsa yox. Siz çatdınız və keçdiniz də, deyə bilərik. Bunu siz deyə bilərsiniz, çatdım, çatmadım. Mən o işə baxmıram. Yəni, heç o şeyləri düşünürəm. Amma bilirəm ki, mən təkcə atamdır, babamdır, ulu babamdır. Bunlar hamısı musiqinin xirdarı olublar. Bunlar musiqini seviblər, musiqi ilə məşğul olublar. Özü də deyərdim ki, çox ciddi münasibətlər olub musiqiyə. Yəni ki, sevib həm də onu qoruyublar. Və bir-birlərinə deyərdim, nesil bə-nesil ötürüblər. Yəni ki, ulu babam babama, babam atasına, mənim atama, atam mənə, qardaşlarımı yəni ki, bir növ həvalə edib bu sənəti. Amma dəfələrlə demişəm ki, istəməzdik ki, biz musiqiçi olaq. Çünki
çox həm gözəl sənətdir bu musiqi, həm də ki çox ağır bir sənətdir. Ağır nə barədə elə bir ətrafında onun bir mühiti var ki, o qədər bu dedikodular, bir-birinin ayağından çəkənlər, bir-birini pisləyənlər, bir-birini deyərdim ki, sıxıb boğmaya salanlar, onu atam istəməzdi ki, məsələn, biz olaq. Yəni ki, hər adam o şeydən baş çıxardıb gelmir. Yəni o dövrlərdə də bu var idi. Bu həmişə olub. Mən çox söhbətlər eşitmişəm, yəni ki, o nətər olub, filan kəsbəri olub, nətər olub, necə olub, belə parlaq bir insan sonra dönüb heç nə yapa belə. Yəni hər zaman da olub, indi də var o şeylər. Amma ancaq qüvvətli adamlar, güclü adamlar görürsən ki, bütün bunların hamısının içindən bu odun, nə bilim, deyərdim ki, qılınc, iynə, nə bilim, bütün bu cəngəlliklərdən keçib, axırda görürsən ki, gəlir düşür cənnətə. Cənnətə necə deyim? Cənnət o barədə ki, yəni ki, musiqi özü cənnətdə yerləşir. Musiqinin məkanı cənnətdir. Musiqi insanları bizi elə bir ki, gül məsələndə açıla da bilər. Yəni ki, tezə buton deyirlər ona. Açılmaya da bilər. Musiqi onu açır. Necə ki, günəşi, güllər, məsələn, günəş deyəndə üstünə o açır, güllər. Axşam məsələn, günəş gedir, gecə qaranlıq gələn yıxılır. Bax, musiqi belə bir şeydir. Həmin o gülə bənzər insanları da daxilində bir növ açır o musiqiyə olan hissləri və gecə yatanda görsən bağlayır onu. Səhərsin yenə də yerindən açır. Harmoniyadır da. Eldar müəllim, güclü insan dediniz. Güclü insan kimdir? Hansı insandır güclü insan? Nə olmalıdır onun? Bütün zərbələrə, bütün deyərdim çətinliklərə güc gələn. O da güc necə gəlir? O da sənin iradınla gəlir. O sənin savada, biliyə, inamından, yəni ki, böyük bir həvəsindən gəlir. Atamız həmişə deyərdi ki, hansı bir vəzifəyə səni götürüb qoya bilərlər. Amma necə qoya bilərlər, çıxarda da bilərlər. Amma sənin aldığın savadı, sənin aldığın biliyi, elmi sən əlindən heç kim ala bilməz. Ona görə çalışın, biliyli, savadlı olun ki, savadlı biliyli adam bugün əgər yer yoxdur, sonra sabahlar mütləq bir qapı açılacaq o adam üçün. Çünki o savad, bilik, hər şeyi bilmək, yəni bu adamı həmişə dayaq olub, adamı yoxsa yol açıb, beləcə bir şey. Ruh adamı, incəsənət adamı, xüsusən musiqi adamı hiss adamıdır. Onun güclü olması o qədər də asan deyil. Və Eldar Mansurov uzun illər, biz elə verilişimizin əvvəlində də qeyd elədik ki, uzun illərdir ki, siz bu sahədəsiniz və peşəkarlığı qoruyaraq gəlib bu sahədə özünüzü var edə bilmişsiniz. Neçə dövrlər keçdi, neçə keşməkeşli zamanlar keçdi və bütün bunların hər biri əlbəttə ki, yaradıcı insana təsir eləməli idi. Eldar Mansurovun da bax, bu keşməkeşlərdən var olub keçməsi onun gücünə dəlalət edir, deyə bilərik, düzdürmü? Tək Eldar Mansurov yox, bütün sənət adamları hamısı o keşməkeşlərdən keçiblər. Yəni, elə belə, heç kim belə, ancaq baxırsan ki, hər şey ağ rəngdə, hər şey günəşli, işıqlı, elə olmur. Yaradıcı adam gərək mütləq düşsün bəlkə boşa. Bəlkə boşa necə düşür? Yəni ki, görsən ki, müəyyən qapılar bağlı olur, o qapıları açmaq lazımdır. Baltanı götürüb gedib sındırmaq yox. Gəl biliyinlə, savadınla, öz zəhmətinlə qazandığın o bilik, savad və hörmətlə o ilə qapıları açırsan sən. Bu cürə. Eldar müəllim, bayaq sözünüzdən bir məqama diqqət yetirdim. Dediniz, o dövrlər də var idi, söz-söhbət, o dövrlər də var idi müəyyən maneələr və fikir verirəm ki, o dövrün adamları heç bir zaman o baş verən situasiyaları açıq şəkildə açmırlar. Nə situasiyanı açmırlar, nə adamın adını çəkmirlər. Onu pərdəli saxlayırlar. Onlar düşünürlər ki, bunu demək olmaz. Amma bugünün insanı, bugünün bu sənətdə olanı bunu danışmaqla, bunu açıb farş eləməklə bunu böyük bir özünə cəsarət, qoçaqlıq bilir. Bilirsən, çətinliklər olur həmişə.
Mən həmişə demişəm, televiziyadır, məsələn, mətbuatdır. Bunlar hamısı bizim cəmiyyətimizin güzgüsüdür. Sən gələcək üçün nə qoyub gedirsən? Məsələn, mənə baxanda hər birimizin daxilində nədənsə görsən şikayət var, nədənsə görsən bəyənmirik neysə, bunları deməyin də təri var. Bunları hamısının adı ilə olduğu kimi götürüb açıb tökməklə, sökməklə bu kimlərisə neysə olmaz. Onlar deyəndə də tərbiyəli şəkildə deyəsən ki, o adamlar inciməsinlər. Yəni, görsün ki, belə bir şey var, götürsün. Bizdən məsələn nədir? Eşidir ki, məsələn, biri məsələn nədən şikayət, filan kəs belədir, yox, filan kəs belədir, filan kəs. Bunlar ad çəkməklə güya ki, öz verilişlərdir, reytinqini qaldırırlar, özlərini, bunlar, yəni ki, cəmiyyətdə belə sözü düzgün deyənlərdir. O da öyle söhbət. Görsən ki, məsələn, cəmiyyətdən xoşuma gəlmirsə, onu elə formada digilən ki, o adam kim ki, məsələn, düzgün eləməyib o işi, özü utansın öz hərəkətindən. Yoxsa bunun adını çəkməklə, bunu təhqir eləməklə, bunlar işdə öylər. Mən belə başa düşürəm. Gələcək uşaqlara, gələcək nəslə nə qoyub gedirik? Bax, bu da əsas məsələ ki, elə şey qoyub getməlisən ki, məsələn, bugün 20 yaşında uşaqlar var, məsələn, 25-30 yaşında adamlar var. Bunlar, məsələn, baxanda görəndə ki, məsələn, yaşlı adamlar belə danışır, bunlar da gələcəkdə o fason danışacaqlar, istər-istəməz. Çünki onlar da gəlib, mənim yaşıma çatanda fikirləşəcək ki, mənim övladım var, mənim nəvələrim var, mən nəvələrimə nə qoyum gedim? Bax, bu şeyləri fikirləşmirlər bu adamlar. Nə verdə hər şey düzələcək. Zamanla hər kəs öz cəmiyyətinin simasıdır, hər kəs öz cəmiyyətinin dövrünün diktəsini yaşayır. Eldar Mansurov nə ilə barışmır? Və barışmadı ümumiyyətlə. Çox şey var ki, məsələn də, çox şeydən o qədər çox da öyür. Yəni ki, yalandır, xoşlamıram. Məsələn, ikiyüzlülük xoşlamıram. Yəni, bunlar mənlik deyir. Mənə hərdən deyirlər ki, sən birbaşa adamsan, səndə o manevr zat söhbəti yoxdur filan beşmikən. Deyirəm, olanı budur da, indi bəyənirsiniz, bəyənin, bəyənmirsiniz, bəyənməyin. Mənim bir dostum vardı, rəhmətli, bir dəfə qayıtdı ki, haradasa oturmuşdu məclisdə, dedi, Eldarı necə var elə ki, qəbul edin deyir. Bu adam değişən deyil, bu adam belədir. Yəni ki, nəyə görür, nəyə necə görür, onu da o cürədir, sən deyir. Mən də açıb, bir dəfə gedirəm, görürüm ki, bəyənmirlər, yəni belə söhbətlər, mən daha oradan getmirəm. Nə öz, deyərdim ki, kefimi pozuram, nə də ki, onların kefini pozuram. Mən elə yerə gedirəm həmişə ki, mən istəyən adamlardır, mən istəyən dostlardır. Yəni ki, mənim oraya gəlişim, onlar üçün xoşdur. Mən həm o şeydən lezzət alıram, həm də onlar lezzət alırlar. Bizim aramızda bir-birimizlə danışmağa görürsən, ayrı-ayrı sahəli adamlarıyıq. Bizim aramızda məsələn də elə münasibət var ki, yəni bir-birimizdən asılı olmuruq və mənim danışdığım bunlar üçün maraqlıdır, onların danışdığı mənim üçün maraqlıdır. Qeybət yox. Amma elə söhbətlər ki, doğrudan maraqlı söhbətlər olsun. Xəzərin sahilində, Xəzərin qoynunda biz sizlə insani dəyərlərdən danışırıq, mənəvi dəyərlərdən danışırıq, keçmiş və gələcəyin vəhdətindən danışırıq. Amma musiqi elə bir nemətdir ki, bütün illərdə, bütün əsrlərdə, baxın, gənclikdən danışdıq, bugünün gəncləri də retro mahnıları, o dövrün mahnılarını eşidəndə böyük şövqlə onu dinləyirlər, onu xoşlayırlar. Bugün Eldar Mansurovun hansı bəstəsi Eldar Mansurovun, belə deyək, bu mühitə uyğun olar ki, biz o bəstədən bir fraqment verək tamaşaçılarımız üçün? Mən deyə bilmərəm konkret hansı mahnıdır. Yəni ki, Allah'a şükür bu şey üçün YouTube var. Orada mənim demək olar ki, çox musiqilərim oradadır. Tıklayın, baxın da ürəyimizə hansı düşsə onu götürüb şey deyəsə. Amma ki, onu deyə bilərəm ki, mənim yazdığım musiqilərin, yəni Azərbaycanda, Bakıda yazdığım, bəstələdiyim musiqilərin, deyək ki, belə böyük bir əksəriyyət, hamısı Bakı ilə, hamısı Xəzərlə bağlıdırlar. Çünki mən özüm deyərdim, bir vaxt vardı, Cəfər Cabbarlı üçün belə bir kimsə əsər yazmışdı, adını qoymuşdu, küləklər oldu, külək oğlu ya da küləklər oldu. Mən deyərdim, Xəzərin oğlu, Bakının oğlu, yəni belə bir şeydir, yəni ki, bu, yəni Bakı ilə Xəzər
Bunlar ikisi eyni deyərdim, mən bir səviyyədədir mənim üçün. Mən də bu deyərdim ki, belə bir şəhərin, belə bir dənizin evladıyam. Nə gözəl. Biz də elə mahnıya qulaq assaq tamaşaçılarımız da. Bax, bu Hacı Seylon çayından için və bərabər içək və əlbəttə ki, bundan sonraki söhbətimiz də sizin yaradıcılığınızla bağlı olacaq. Çünki Eldar Mansurov yaradıcılığı çox şaxəlidir və bütün janrlara, istər rock, istər klassik, istər mahnı janrı, hər birinə müraciət edən bir sənətkarımızdır. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabər qısa aradan sonra buradayıq. Son dövrlər klassik musiqilərə üstünlük. Yaxşı insan olmaq. Reklamlarımız bitdi. Əziz tamaşaçılarımız, Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Hər birinizin evinizdən ruzi bərəkət əskiyi olmasın. Hər birinizin süfrənizdə gözəl dəmlənmiş hürrəngi çay və neymətlər əskiyi olmasın deyirik. Eldar müəllim deyir ki, mən qəndlə, limonla çay içməyi daha çox sevirəm. Digər neymətlər o qədər də maraqlı olmur. Əslində çox adam elə xoşlayır qənd, limon və çay. Eldar müəllim, insanları rəqəmlərə bənzədirlər. Bəzən hərflərə bənzədirlər, bəzən filosofların hərəsinin insan haqqında müəyyən bir fikirləri olur. Mənə maraqlıdır, Eldar Mansurova desələr ki, insanı nota bənzətsən, o hansındadır, hansı latdadır və yaxud hansı nota bənzədərsiniz? Nə deyərdiniz Eldar müəllim? Tutağım ki, mənim 5 evladım var. Mən nətər deyim, bunu çox sevirəm, bunu daha az sevirəm. Mənim üçün hamısı eynidir. Mən özümü heç nəyə bənzətmirəm. Çünki mən birbaşa dünyaya göz açanlara Eldar Mansurov kimi gəlmişəm. Gedəndə də Eldar Mansurov kimi gedəcəyəm. Eyni notda qalmışsınız. Mənim üçün hamısı o notlardır, hamısı eynidir. Tonallıqlar hamısı eynidir. Yəni ki, eyni deyən necə, münasibətim onlara eynidir. Çünki mən öz daxilimdə olan hissiyatdan hansını nə vaxt istifadə edirəmsə, onlar yəni ki, mənim daxilimlə həmahəngdirlər. Amma hər səsin öz xarakteri var, Eldar müəllim. Hər səsin özünün öz xarakteri var. Məsələn, bəzi insana baxırsan, öz rəngi var. Bəli, yəni ki, o
insan da ona bənzəyir. Bəzən baxırsan ki, bəzi insan xarakterikdir. Onu məsələn o səsə bənzədirsən ki, bax budur. Digəri isə biraz balaca hiss edirsən ki, bunun xarakteri başqa bir səsə, başqa bir lada uyğundur. Bilmirəm, hər halda bu individual bir uyğunlaşdırılmadır. Eldar Mansurov bütün bu notlardan çox şaxəli şəkildə əsərlər yaradır və elə biz söhbət əsnasında danışanda reklamlarda siz simfonik, son dövrlər klassik musiqilərə üstünlük verdiyinizi deyirsiniz. Nələr var, nələr yazmısınız, hansı əsərlərdir, sifarişlədimi, yoxsa özünüzmü bunu ərsəyə gətirirsiniz? Bax, nə edir Eldar Mansurov? Çoxdan da biz onu görmürük. Mən simfonik əsərlərimi sifarişlə yazmıram. Sifarişli şeylərdir onlar. Onlara daxildən nəsə gəlir münasibət, yəni hissiyat və hiss elədiyimə görə o şeyi yazıram o cürə. Yəni, ümumiyyətlə mən hətta deyərdim ki, mahnılarımda da eləci idi. Bu simfonik, yəni ciddi üslubda da elədir. İnsan içəridən nəyə ki tələbatı var, daxildən, insan başlayır onu işləməyə, yazmağa. Yəni, bir də var ki, yəni, puluna görə kimsə gəlib sifariş verir və yaxud kimsə ad günüdür məsələn, onun üçün o məsələn də uşağının ad günüdür, bir dənə mahnı yazısı onu bağışlayır. Bunlar bir növ sifarişdir, bunlar konkret ünvanı olan məsələn də əsərlərdirlər. Onlardan da yazırıq, amma o qədər də yox. Yəni ki, daha çox öz içimdə olan hissləri yazıram mən. Yəni ki, mən özdə həmin anda olan hisslərdir. Yəni bir şey yazmışam, görürsənsə burada biraz belə müharibə xarakterli bir əsərdir. Cəngi oxşayır, nəsə belə bir şey. Deməli, həmin anda mənim daxilimdə elə bir hal var. Bir də görsən ki, lirik bir şey gəlir, çıxır, yəni sevgi. Deməli, içəridə var. O demək deyir ki, konkret gəlib kimsə tutun, qucaqlayayım, özlərdə sev yazım. Bu içəridə olan bir növ obrazdır. Həmin o obrazda sən yaradırsan bu əsərləri. Əslində qalanda düzgün deyil danışmaq ki, bunu necə yazıram. Əslində insan onu yazanda bu çox intim bir haldır bu əsər yazmaq. Yəni ki, bu sənsən və həmin o pianodur məsələn də, pianoda yazıram məsələn də, çalırsa. Sənin barmaqlarından hisslər keçir pianoya, pianodan o səslər çıxır. Bir növ bunların ikisinin deyərdim ki, bir-biri ilə münasibətindən bir əsər çıxır ortaya. Belə yaradır bu əsərlər. Özdə təkcə piano, orada ancaq icrasıdır bunun. O gələndə hardan gəlir, necə gəlir, onu sən bilmirsən. Amma ki, hiss edirsən ki, gəlir, nəsə gəlir. Hansı mövzu indi sizi daha çox təsirləndirir? Kontent olaraq nəyin üzərində işləyirsiniz? Müxtəlif mövzular. Məsələn, Azərbaycan, Qarabağla bağlı mövzularda çoxlu patriotik əsərlər yazmışdım. Həm mahnı janrında, həm deyərdim instrumental janrda, həm xor əsərləri yazmışdım. Həm də ki, simfonik musiqi yazmışdım. Yəni, həmin o hadisələrlə bağlı. Yəni, belə də konkret yoxdur məndə bunun cavabı ki, müxtəlif hadisələrlə bağlı sənin içərindən nəsə gəlirsə, onu yazırsan. Eldar müəllim, biz gənclərdən danışırıq, gəncləri müzakirə elədik. Bugün Eldar Mansurovun tələbəsi, tələbələri yetişdirdiyi bir ünvan varmı? Yox, tələbəm yoxdur. Ümumiyyətlə pedaqoji fəaliyyət göstərmədiniz, eləmi? Mənim 45 il pedaqoji fəaliyyətim olub, bəli. Mən son deyərdim ki, 95-96-cı ildən bu günə qədər mən də dərs demirəm. Amma o vaxta qədər dərs demişəm. Həm musiqi məktəblərində, həm Asaf Zeynallarında, texnikumda, həm o vaxt Apilegin deyirdilər, orada dərs demişəm. Konservatoriyada dərs demişəm. Sonra istedadlı uşaqların gimnaziyası var, orada dərs demişəm. Yəni ki, ondan xoreografiya... Onda yetərincə tələbələriniz var sizin, Eldar müəllim? Dərs demişəm, məsələn, müəyyən vaxtlarda 45 il mənim müəllim stajım var. Sonra mənə götürdü ki, nəsə daha çox əsər yazmaqla məşğul oldum. Məsələn, mənə baxanda, gəlin baxa, Fikrət Əmirov, o da heç yerdə dərs deməyib, amma ki, necə əsərlər yazıb gedib.
Mən açıq indi bu günlər baxanda mən çalışıram ki, ona oxşadım özümü. Yaxşı mənada, yəni ki, deyəndə ki, niyə görə dərs demirsən, eləmirsən, fikir edəmir orada dərs demirdi. Amma görün, bəstəkarlığı ilə, sənəti ilə çox adama örnək oldu. Və mən də çalışıram, yəni ki, əgər dərs demirəmsə, musiqimlə. Bilirsən, dərs deməyib biraz başqa şeydir. Oturursa orkestrovkadan dərs deyirsən, nədən dərs deyirsən, o ayrı şeylərdir. Bir də var ki, məsələn, sənin yazdığın musiqi kim ki qulaq asır, anlayır, başa düşür, onlar üçün dərsə bərabər bir şeydir o. Əgər bir adam musiqişünas oturur sənin yazdığın musiqini təhlil eləyir, analiz edir onu və görür, məsələn, onu doğrudan savadlı adam kimi analiz edir, görür ki, aha, bunu necə yazıb, belə dərsə bərabər bir şeydir. Eldar müəllim, bugün Eldar müəllim Bəhram Mansurovun oğlu olaraq, hətta babalarından da sitat gətirdi, buradadır. Və Eldar Mansurovun davamçısı evdən, övladlarınızdan varmı? Mənim evladlarım musiqiyə gedib böyük oğlum, amma istəməmişəm musiqiçi olsun. Mən belə kateqoriki razı deyirəm bu şeylə. Yəni ki, musiqiçi bizim nəsildə mənlə, qardaşım Elxandır, ikisimizi qalmışıq. Yəni bizimlə də mənə elə gəlir ki, Mansurovlar musiqiçi kitabını bağlayırlar. Çünki bizim nəsil 150 ildən çox musiqi ilə bağlı musiqiçilər yetişdirib, musiqi işinə baxıb. Bakıda muğam məclislərinin yaradıcısı mənim ulu babam olub. Yəni ki, bunlar hamısı musiqi ilə gediblər. Mən məsələn, övladlarıma deyəndə ki, nəvələrim var, nəvələrimi məsələn, tövsiyə eləmişəm ki, öyrənsinlər. Böyük nəvəm var, Ləman, o musiqi ilə məşğul olur, gedir musiqi məktəbinə. Sonra digər nəvəm var, Mikail, o da musiqi ilə başlayıb məşğul olmağa. Hər biri istəyirəm oturub çalmağı öyrənsinlər, heç olmazsa piyanodakı sabahları bir yerə düşəndə məclisə. Məsələn, bunları birinci ilə ki, məsələn, Eldar Mansurovun nəvələridir. Utanmasınlar bunlara deyəndə ki, bir şey otursa mən çala bilmirəm. Otursunlar, bir şey çalsınlar. Yəni ki, mənim nəvələrim olduğuna görə. Həm də ki, musiqi başqa bir şeydir. Mən mütləq istəyirəm, hamısı məşğul olsun musiqi ilə. Musiqi ilə məşğul olan adam digər adamlardan inciməsin məndən heç kim. Heç olmasa bir barmaq onlardan yuxarıdır. Nəyə görə? Notların dilini bilmək. O səslərin, musiqinin anlamaq hər adama nəsib olmur o. Yəni, hər adam onu bilmir. Hər adam bilir, saymağı yaxşı bilirlər. Məsələn də kimsə kimyanı yaxşı bilir, kimsə fizikanı. Hər biri ədəbiyyatı zadı. Onları oxumaq olur hamısını. Musiqini gərək oxuyasan, dərk eləyəsən. Musiqi ona görə hər adama müəssər olmur. Eldar müəllim, deyirsiniz, məndən, İlxan müəllimlə bitdi bu məsələ. Amma istedad elə bir genetik varlıqdır ki, o hər zaman mütləqdir ki, bir yerdən çıxacaq. Biz arzu eləyirik ki, ümid eləyirik ki, bir Mansurovlar silsiləsi davam eləsin, gələcəkdə də bu davam eləsin. Və Eldar müəllim, son olaraq, bax, ailə üzvlərinizdən, övladlarınıza, nəvələrinizə və gənclərdən danışdıq, gənclərimizə verəcəyiniz ən dəyərli tövsiyə nədir sizcə? Nəyi deyərdiniz? İnsan olmaq ən yaxşı cavabını, yaxşı insan olmaq. Cəmiyyətə, xalqa, dövlətə lazımdır. Dövlətə, xalqa, cəmiyyətə lazım olmaq nə deməkdir? Savadlı, xasiyyətin çox yaxşı, bilikli adam. Yəni ki, xeyir verən adam olasan. Mən bunu ancaq deyə bilərəm gələcəyim üçün. Yəni ki, gələcəyim də ki, övladlarım da işləyir, ikisi də yaxşı işləri var. Yəni bu cürə nəvələrim üçün, yəni ki, onların zamanında biraz da dəyişəcək bu yaşayış tərzi. Onların zamanında mənə gəlir ki, daha da çətinləşəcək, yəni mənə görə daha da çətinləşəcək həyat tərzi. Çünki texnika baş götürüb gedir irəli. Mənim vaxtında bir dənə Yuri Qaqarin düşmüşdü kosmosa. Yəni ki, ondan başlamışdı.
Amma indiki zamanda da kosmos erimlə Bakı biləcəri yolu. Hər 2 aydan bir kimsə uçur gedir, gəlir, ayacan gelib çıxıblar, indi Marsa stilə getsinlər. Belə şeylər var. Ona görə mən çox istəyərəm ki, məndən sonra gələn nəsil, onlar elə olsunlar ki, həmin dövrlərində həm dövlətə, həm xalqa, həm millətə, həm deyərim ki, mən olmasa da, mənim ki, babalarına həmişə lazım olsunlar. Ne gözəl. Eldar müəllim, bu arzu niyyətə biz də qoşuluruq. Bütün gənclərimizə, bütün insanlara, bütün doğmalara bax bu gözəl hissi tövsiyə edirik. Və Eldar müəllim, veriliş boyu Hacı Seylon çaylarından içdiniz və bəyəndiyinizi də söylədiniz. Biz də istəyirik ki, sizi buradan əliboş göndərməyək. İstəyirik, bax, evinizdə o doğmalarınızla bu gözəl Hacı Seylon çaylarından dəmləyəsiniz, içəsiniz. Burada iri yarpaqlı, xırda yarpaqlı, hətta tənbəllik eləsəniz paket çay da var. Bax, bunu sizə veririk. Evinizdə öz əzizlərinizlə bərabər dəmləyib içərsiniz. Əsl Azərbaycan brendidir və Seylon çayıdır. Təşəkkür edirəm, çox sağ olsun. Bu Həcidir, onun yiyəsidir, yoxsa kimdir? Həci, yoxsa brendin adı? Brendin adıdır, Azərbaycan markasıdır və gözəl də lozunqları var, imtina edilməyəcək ləzzət. Yəni ki, həqiqətən içəndə o daddan imtina etmirsən, bir də istəyirsən. Bu reklam xatirinə deyil, biz qonaqlarımıza dəfələrlə veririk və onlar da bu fikirlə razılaşırlar. Bax, belə əziz tamaşaçılarımız, Eldar Mansurov bizimlə idi. Dəyərli Eldar Mansurov, səmimi Eldar Mansurov, uzun illərdir Eldar Mansurovu mən tanıyıram. Bu sənətdə öz sözünü demiş, öz mövqeyi olan və olduğu kimi olan bir insan bugün Xəzərin sahilində sizinlə də görüşdü. Uğurlar diləyirik, hər birinizin evinizdə ruzu bərəkət və sevgi əskiyi olmasın. Görüşmək ümidi ilə Allah amanında.